bazardan almayın deyirəm. Açıq satırlar belə paketlərdə, nə bilim, Bax, o ayaqlı paketdə başı. satılan nədir? O müəllim qeyd elədiyi kimi. O da broilerdir də faktiki olaraq. Amma Yox, o broiler deyil. Yəni. Onun adı broiler deyil. Onun adı broiler deyil, bilin də. Yox, yəni ki, o serebristi deyirik, biz kremlin deyirik, Ola kət bilər, tərəfinə mən uyğun. O broiler broiler yetişdirmə tamamilə deyirəm, fərqli mən şey. Nəzarətsiz, nəzarətsiz. Yəni nədir? Nəzarətsiz. Onun sıxıntısı nədir? Yetişdirməli. Əvvəla toyuğun istehsal prosesi zamanı mən əvvəl BIP-nin bir şirkəti var idi. Oranın qida rasionlarına baxırdım. Orada toyuq -13-dən aşağı olanda biz qəbul etmirdik. Aha, xəstəliyinə görə, yəni problem ola bilər. Bəli. Donu. Hə, donu. -13-dən aşağı icazə Nəmliyini yox nə idi. qədər qəbul edir? Yox, bizə donuqun yoxlayırdılar ki, donmasın. Yoxlayırsınız -13-dən aşağıca. Elə nəmlik 13-dür, doğru deyirsən. Hə, O nəmlik deyil. Deməli, məsələ burada o bazarda olan birinci şoklanmayıb. Aha. İkincisi, zəncir pozulub. Donma prosesi olsun, gətirilmə olsun, daşınma olsun, belə piş taxtada düzülməsi Bəli. olsun. Yəni, mən deyirəm bir şey ki, broiler alırsan. Amma ki, ən azından düzgün standartlara uyğun markası, şirkəti bəlli olan broiler al.